Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyyə vəl mursalin. Nəbiyina Muhammedin və alə alihi və sahbihi və mən təbiyyəhum bi ihsanin ilə yevmiddin. Əmmə bə'd. Deməli qardaşlar, aləmləri Rəbbi olan Allaha həmd olsun ki, bizləri bu xeyir mövsümünə yetişdirdi. Hətta bu ayı artıq biz sonuna yaxınlaşdıq. Çıxa-çıxdadır, ay çıxa-çıxdadır. Və həmd olsun aləmləri Rəbbi Allaha. Bizləri bu gözəl ibadətləri eləməyə müvəffəq elədi. Allah Azze və Cəllədən diləyirəm ki, bizlərin etdiyimiz ibadətləri qəbul etsin. Həqiqətən Allah Azze və Cəllə müsəlmanlar üçün, möminlər üçün bir çox xeyir qapıları açıb. Hansı ki, o xeyir qapılarda da nə var? Adından məlum olduğu kimi xeyirlər var, savablar var, əzəmətli əcirlər var. Məsələn, gündə 5 vaxt qılınan namaz, hansı ki, İslamın ərkanından, şəhadətdən sonra ən əzəmətli ərkanıdır. Allah Azze və Cəllənin bizə verdiyi bir əzəmətli xeyir qapısıdır. Hansı ki 5 vaxt olmasına baxmayaraq 50 vaxtın savabı var ona. Və həmçinin onun ardınca gələn digər nafilələr və digər ibadətlər. Məsələn, gündə qılınan nafilələr haqqında Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən sallasnətey əşrətə rəkətən fi yevmin və leylə buniyə lehu bihinnə beytun fil cənnə." Kim bir gün və gecə ərzində 12 rükət namaz qılarsa, Allah onun üçün cənnətdə ev tikər. Yəni, bu nafilələrə aiddir. Fərzlər bundan da əzəmətlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki: "Əs-salavatul xams vəl-cum'atu ilə cum'a və Ramazan ilə Ramazan mukaffiratun limə beynəhumə." Gündə 5 vaxt qılınan namaz, cümədən cüməyə, Ramazandan Ramazana özləri arasında olan günahlara kəffarət. Həmçinin digər hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm gündə 5 vaxt qılınan namazı birinin həyətindən keçən çaya bənzədir. Deyir, birinizin həyətindən çay keçsə, o da orada gündə 5 dəfə yunsa, onda kirdən əl-salamat qalarmı? Deyir, yox, ey Allah Rasul, qalmaz. Deyir, gündə 5 vaxt qılınan namaz da bax bu cürdür. İnsanda günahları silib aparır. Yəni, bu namazdan digər namaza kimi ikisi arasında olan günahlara kəffarədir. Böyük günahlara isə xüsusi tövbə lazımdır. Bu kiçik günahlara kəffarədir. Və sonra məsələ üçün vitr namazı, fərz namazlardan sonra olan zikirlər. Kim bu ibadətlərə davamlı olarsa, bax o gündə qılınan 12 rükət namaz, vitr namazı, sonra zikirlər, gündə 5 vaxt namaz, onun günahları dəniz köpüyü qədər olsa da, yəni o qədər çox olsa da kiçik günahları Allah Azze və Cəllə onları bağışlayar. Gör Allah Azze və Cəllə nə qədər belə əzəmətli bizə xeyir qapıları qoyub. Və onların ən əzəmətlərindən də həmçinin oruç tutmaq. Allah Azze və Cəllə bizlərə indi müvəffəq edib biz tuturuq. Oruç haqqında nə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm? Mən samə Ramazana imanən və ihtisabən ğufirə lehu ma taqaddama min zənbi. Kim Ramazanı imanla və əcrini Allahdan umaraq oruç tutarsa, keçmiş günahları bağışlanır. Sonra xeyir qapılarından digər böyük bir qapı sədəqə, yaxşılıq, insanlara infaq eləmək. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm Buxarinin rivayet etdiyi hədisdə buyurur ki: "Vəs-sa'i aləl-ərmələti vəl-miskin kəl-mücahidi fi səbilillah. Avil qaimin leylə əs-saimin nəhar." Dul qadınlara və miskinlərə yardım etmək, onların ehtiyaclarını qarşılamaq Allah yolunda cihad edən kimidir. Və yaxud da gecələri namaz qılıb, gündüzləri oruç tutan kimidir. Təsəvvür elə, bir adam gecələr namaz qılır səhərə kimi, gündüzlər axşama kimi oruç tutur və digəri Allah yolunda canını, malını ortaya qoyub Allah yolunda cihad eləyir. Onun əcrinə, fəzilətinə bax. Və digəri də nə eləyir? Miskinlərə yardım eləyir. Dul qadınlara yardım eləyir. Ehtiyacı olanlara yardım eləyir. Və bunun gör nə qədər böyük əcri var. Hətta alimlər bu cür hədislərə əsasən deyirlər ki, insanın öz ailəsinə, öz ailəsindən olan ehtiyaclı insanlara yardım etməsi eyni zamanda bax, bu qədər əzəmətli savabdır. Məsələn, uşaqlar, qadınlar, sənsən onlara yardım eləyən, düzdür bu işdə. Və sənə o qədər əzəmətli əcir var. Və həmçinin digər salih əməllər. Bax, Allah Azze və Cəllə Həcc surəsi 77-ci ayədə buyurur ki: "Ya eyyuhəllədinə əmənu rükə'u vəscudu va'budu rabbakum vəf'alul xeyra ləalləkum tuflihun." Ey iman gətirənlər deyir, rükû edin, səcdə edin, Rəbbinizə ibadət edin və xeyir işlər görün ki, qurtulasınız. Qurtuluşun nə idi? Bir açarıdır. Qurtuluşun bir yoludur bu salih əməllər. Və həmçinin bu salih əməllər üzərində sabit qalmaq, qardaşlar, imanın, doğru imanın əlamətidir. Gerçək imanın əlamətidir, səmimi imanın əlamətidir.
Bax Allah Azza və Cəllə Fussilat surəsi 30-cu ayədə buyurur ki: İnnellezine qalu rabbunallahu thumma istaqamu tetenezzalu aleyhimul melaikatu alla takhafu ve la tahzanu ve ebşiru bil cennetilleti kuntum tuadun. Rəbbim Allahdır deyib, sonra doğru yol üzərində sabit qalanlara mələklər nazil olar və deyər ki, siz qorxmayın, kədərlənməyin və sizə vəd olunan cənnətlə sevinin. Və burada alimlər bu ayənin təfsirində deyirlər ki, burada fikir verirsiniz, iki cür gətirir. Qorxmayın və hüzünlənməyin. Qorxu gələcəkdə baş verəcək işlərə görə olur. Hüzünlənmə isə keçmişdə artıq baş verir keçmiş işlərə görə olur. Mömin insana gəldikdə isə, Rəbbinə iman edib, doğru yol üzərində istiqamət üzrə qalan möminə gəldikdə isə, ölüm anında bax, mələklər nazil olub onu bu cür müjdələyirlər ki, qorxma, yəni gələcəkdə olacaq şeylərə görə qorxma, artıq sən cənnətlə müjdələnmirsən. Rəbbin səni öz cənnətinə qoyacaq. Və həmçinin kədərlənmə, hüzünlənmə, keçmişdə olan şeylərə görə də hüzünlənmə. Allah sənin mükafatını bol verəcək. Və digər bir kişi gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ya Rasulullah, kulli fil İslami qavlan la əs'alu anhu ahadan ba'dak. Ey Allahın Rasulu deyir, mənə İslamda elə bir söz öyrət ki, elə bir şey öyrət ki, mən səndən sonra bunu heç kimdən soruşmayım. Səndən sonra bu haqda heç kimdən soruşmayım. Yəni mənə kifayət etsin. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, "Qul amantu billahi fastaqim." Allah'a iman etdim denən, sonra doğru yol üzərə sabit ol. İstiqamət üzərə sabit ol. Yəni bax, fikir ver, ayədə də, hədisdə də iman etməklə, Rəbbə iman etməklə istiqamət üzrə qalmaq yanaşı gəlir. Yəni mücərrədən iman etmək və ya salih əməlləri görmək əslində kifayət deyil. Həmən yol üzərində sabit qalmaq da mühümdür. Çünki o yoldan azmaq təhlükəsi var. İnsan iman eləyir bugün, sabah isə orada nə eləyir? Azır. Allah qorusun. Etdiyi əməllər də nə olur? Puç olur. Ona görə nə etmək lazımdır? Yəni əməli qoruyub saxlamaq lazımdır. Etdiyin əməli nə etməlisən? Qoruyub saxlamalısan. Nə qədər sənin o əməli etməyin mühümdürsə, onu qoruyub saxlamaq da bir o qədər mühümdür. Bax, Allah Azza və Cəllə bu haqda gözəl bir misal çəkir. Salih əməllərini qorumayanlar haqqında. Və bizi onlar kimi olmaqdan çəkindirir. Buyurur ki, Allah Azza və Cəllə Nəhl surəsi 92-ci ayəsində وَلَا تَكُونُوا كَالَّتِي نَقَدَتْ غَزَّهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا. İpliğini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Yəni bu adam işini görüb, əziyyət çəkib. Gözəl bir misaldır. Allah Azza və Cəllə çəkir. İpliğini əyirib, ipliğini hazırlayıb, artıq ondan faydalanası vaxtı, onun faydasını görəsi vaxtı nəysə bir şey istifadə edə bilər, sata bilər, hədiyyə edə bilər və s. Amma o nə edir? Qayıdır, əyirdiyi o ipi, hazırladığı ipi başlayır sökməyə. Allah Azza və Cəllə deyir, bu cür olmayın. Yəni bu da bizə salih əməlləri qoruyub saxlamaq haqqında bir işarədir. Yəni salih əməlləri etmirsən, qoru saxla. Onu pozma, korlama. Necə ki, digər hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, bir digər qiyamət gün gələcək namazla, oruçla, sədəqə ilə və s. digər ibadətlərlə. Amma deyir, bunu vurub, buna əziyyət verib, bunu zülm eləyib, bunun haqqına girib, bunun qeybətini eləyib. Onun savablarından alınacaq, həmən o insanlara paylanacaq. Kimin ki haqqına girib, kimə ki zülm eləyib, onun savablarından onlara veriləcək. Bu haqlar ödənənə qədər onun savabları qurtarsa, onların günahlarından buna yüklənəcək. Ona görə deməli, əməli etməklə yanaşı onu qoruyub saxlamaq da mühümdür. Əməli etmək mühümdür, gözəldir. Amma eyni zamanda onu qoruyub saxlamaq da lazım.